vəzifələri. Mediatorun aşağıdakı hüquqları var. Öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyətini həyata keçirmək, tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq, mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək. Konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq, nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq, bu qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək. Mediatorun aşağıdakı vəzifələri var. Bu qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək. 2 ildə bir dəfədən az olmayaraq, təşkil olunan ixtisas artırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq, mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək, mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək, mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq, bu qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulmuş qaydalara əməl etmək, mediasiya şurası tərəfindən bu qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək, bu qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək, mediator tərəflərə hüquqi və ya digər xidmət göstərə və ya mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində və ya arbitraj icraatında tərəflərdən hər hansı birini təmsil edə və arbitr qismində çıxış edə bilməz. Maddə 13. Mediatora etiraz. Mediasiya zamanı tərəflər qarşılıqlı razılıq əsasında mediatoru başqa mediator ilə əvəz etmək hüququna malikdirlər. Mediator bu qanunla müəyyən olunan mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə dərhal özü-özünə etiraz etməlidir. Mediator mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəcəyi qənaətinə gələrsə, mediasiyanı aparmaqdan imtina edə və ya tərəflərin yazılı razılığı ilə mediasiyanın prosesinə xitam verə bilər. Maddə 14. Mediatorların ilkin hazırlığı və ixtisasının artırılması. Mediator olmaq istəyən şəxslərin ilkin hazırlığı, həmçinin mediatorların ixtisasının artırılması mediasiya təlimi qurumunda həyata keçirilir. Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə, həmçinin ixtisas artırma kursunu bitirmiş mediatorlara mediasiya təlimi qurumu tərəfindən müvafiq sertifikat verilir. Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 ildir. Mediasiya təlimi qurumunda təlim mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına uyğun olaraq həyata keçirilir. Mediasiya təlimi qurumuna bu qanunun 11.2, 11.4 11.8-ci maddələrin tələbləri şamil olunur. Bu qanunun 14.5-ci maddəsinin tələblərinə cavab verdiyi halda mediasiya təlimi qurumu qismində mediasiya təşkilatı da çıxış edə bilər. Hüquqi şəxs mediasiya şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təlimi sahəsində fəaliyyət göstərmə hüququ əldə edir. Mediasiya şurasının üzvlüyünə mediasiya təlimi qurumu qismində qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir. Aşağıdakı göstərilən şəxslər kateqoriyasından ən azı ikisi ilə əmək müqaviləsi və ya müvafiq mülki hüquq müqaviləsi olmalıdır. Son 2 il ərzində ən azı 10 mediasiya işi aparmış, ən azı bir mediatorla. Son 6 ildə mediasiya üzrə, o cümlədən mübahisələrin alternativ həlli fənninin tərkib hissəsi olaraq azı 2 il pedaqoji staja malik və ya son 3 il ərzində beynəlxalq layihələr çərçivəsində ən azı 2 mediasiya təlimi aparmış bir təlimçi ilə beynəlxalq mediasiya qurumlarının mediasiya sahəsini təşkil etdiyi mediasiya təlimçilərinin təlimindən keçməsi barədə müvafiq sertifikatı olan azı bir təlimçi ilə ilkin hazırlıq və ixtisas artırma mediasiya dərsləri üzrə təfsilatlı proqrama malik olmalıdır. Bu qanunun 11.8-ci maddəsində nəzərdə tutulmuş hallar olduğu halda müvafiq müddətin keçməsi gözlənilməlidir. Xarici ölkələrdə bu qanunun 14.5.1.1 14.5.1.3-cü maddələrinə uyğun olaraq əldə edilmiş iş təcrübəsinin və ya sertifikatların tanınması məsələsi mediasiya reyestrinin aparılması qaydası ilə tənzimlənir. Mediasiya reyestri. Maddə 15. Mediasiya təşkilatlarının, mediatorlarının
və mediasiya təlimi qurumlarının siyahısının müəyyən edilməsi məqsədi ilə Mediasiya Şurası tərəfindən mediasiya reyestri aparılır. Mediasiya təşkilatları, mediatorlar və mediasiya təlimi qurumları mediasiya reyestrində onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər barədə 30 gün müddətində Mediasiya Şurasına məlumat verməlidirlər. Mediasiya təşkilatları, mediatorlar və mediasiya təlimi qurumları haqqında məlumatların mediasiya reyestrinə daxil edilməsi, həmin məlumatlarda dəyişikliklər edilməsi, həmçinin bu qanunun 14.6-cı maddəsində nəzərdə tutulmuş məsələləri özündə əks etdirən mediasiya reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən müəyyən edilir. Mediasiya reyestri açıqdır və Mediasiya Şurasının rəsmi internet səhifəsinə yerləşdirilir və məlumatlar daimi yenilənir. Maddə 16. Mediatorun intizam məsuliyyəti. Mediator bu qanunun 12.2 və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır. Mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edilir və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılır. Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora qarşı aşağıdakı intizam məsuliyyət tədbirləri tətbiq edilir. 1. İrad tutma, töhmət, 1 aydan 6 ayadək müddətə mediator fəaliyyətini həyata keçirmə hüququnun dayandırılması, bu qanunun 16.2-ci maddəsinə göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbihi sayılmır. Mediatora qarşı intizam tədbirləri Mediasiya Şurasının qərarı ilə tətbiq edilir. Mediatora qarşı intizam tədbirlərinin pozuntunun baş verdiyi tarixdən 1 il müddətində tətbiq edilir. İntizam icraatının həyata keçirilməsi qaydası Mediasiya Şurası tərəfindən müəyyən olunur. Mediator tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll olunmamasına və ya barışıq sazişinin icra edilməməsinə görə məsuliyyət daşımır. İntizam məsuliyyəti mediatoru bu qanunla müəyyən olunan vəzifələri pozması nəticəsində vurduğu zərərə görə mülki, inzibati və cinayət məsuliyyətindən, həmçinin işlədiyi mediasiya təşkilatı tərəfindən tətbiq edilən intizam məsuliyyətindən azad etmir. Maddə 17. Mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya mediatorun Mediasiya Şurasının üzvlüyündən çıxarılması. Mediator fəaliyyətini həyata keçirmək hüququ aşağıdakı hallarda dayandırılır. Öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə, öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə, bu qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair Mediasiya Şurasının qərarını yerinə yetirmədikdə, pozuntunun aradan qaldırılması üçün zəruri olan müddət nəzərə alınmaqla 1 aydan 6 ayadək müddətə. Bu qanunun 16.2.3-cü maddəsində nəzərdə tutulmuş halda mediator Mediasiya Şurasının üzvlüyündən aşağıdakı hallarda çıxarılır. Öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmasına məhkəmə tərəfindən müəyyən edildikdə, vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə, bu qanunun 12.2.2-ci maddəsinə uyğun olaraq ixtisas artırma kursunu müvafiq qaydada keçmədikdə, 1 il ərzində bu qanunun 16.2-ci maddəsində nəzərdə tutulan intizam məsuliyyəti tədbirləri azı 3 dəfə tətbiq edildikdə, Mediasiya Şurasının üzvlüyünə daxil olmaq məqsədi ilə təqdim etdiyi sənədlərdə və məlumatlarda sonradan bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə, mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırıldığı müddətin bitməsinə ən azı 1 iş günü qalmış, bu qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasının nəticəsi barədə Mediasiya Şurasına yazılı məlumat vermədikdə, bu qanunun 19.3-cü maddəsinə uyğun olaraq üzvlük haqqını il ərzində 6 aydan artıq müddətə üzürsüz səbəbdən ödəmədikdə, mediator fəaliyyətini həyata keçirmə hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılma Mediasiya Şurasının qərarı ilə həyata keçirilir və belə qərarlar qüvvəyə mindiyi tarixdən həmin mediator barəsində mediasiya reyestrinə müvafiq qeydlər aparılır.
Mediator fəaliyyətini həyata keçirmə hüququnun dayandırılmasına əsas olmuş bu qanunun 17.1.2-ci maddəsinə göstərilmiş hallar aradan qalxdıqda, mediatorun bu qanunun 17.2.9-cu maddəsinə müəyyən edilmiş müddət ərzində etdiyi yazılı müraciət əsasında, həmçinin bu qanunun 16.2.3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdə, Mediasiya Şurası tərəfindən mediatorun fəaliyyətinin bərpa olunması haqqında 5 gün müddətində qərar qəbul olunur. Mediasiya Şurasının üzvlüyündən bu qanunun 17.2.2, 17.2.7, 17.2.8 və 17.2.10-cu maddələrinə əsasən çıxarılmış fiziki şəxs bu qərar qüvvəyə mindiyi tarixdən 1 il keçdikdən sonra bu qanunun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmçinin məhkumluğun ödənilməsi və ya götürülməsi şərti ilə Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün bu qanunla müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət edə bilər. Fəsil 3. Mediasiya Şurasının fəaliyyəti. Maddə 18. Mediasiya Şurası. Mediasiya Şurası bu qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi məqsədi ilə mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünü idarə etmək prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Mediasiya Şurası bu qanuna, digər normativ hüquqi aktlara və nizamnaməsinə uyğun olaraq təşkil olunur və fəaliyyət göstərir. Maddə 19. Mediasiya Şurasının əmlakı. Mediasiya Şurasının mülkiyyətində, istifadəsində qanunla qadağan olunmayan növlərdə əmlak ola bilər. Mediasiya Şurasının əmlakı üzvlük haqlarından, qrantlardan, iyanələrdən və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Mediasiya Şurasının üzvləri üçün üzvlük haqqının məbləği, bu məbləğin ödənilməsi müddəti və qaydaları Şuranın nizamnaməsi ilə müəyyən olunur. Maddə 20. Mediasiya Şurasının funksiyaları. Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir. Mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir. Mediasiyanın inkişafı ilə bağlı tədbirləri görür. Bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir. Mediator fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisas artırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür. Mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır. Mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir. Mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir. 3 ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür. Mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir. Mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır. Mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən bu qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir. Mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir. Mediatorların mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmə hüququnun dayandırılması və mediasiya şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir. İntizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir. Mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır. Mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə tədbirlər görür. Bu qanunla və nizamnaməsi ilə müəyyən olunmuş digər funksiyaları həyata keçirir. Mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu mediasiya şurasının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət verə bilərlər. Maddə 21-i